Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə dadı damağınızda qalacaq quş südü tortu hazırlayacağım. Bunun üçün 6 ədəd yumurta sarısı üzərinə yarım stəkan şəkər tozu əlavə edərək ağarana qədər çalarıq. Daha sonra üzərinə otaq temperaturunda yumşaldılmış kərə yağı əlavə edərək biraz çalırıq. Çaldıktan sonra üzərinə 1 stəkan un və 1 paket qabartma tozu əlavə edərək yaxşıca qarışdırırıq. Hazır olan xəmiri diametri 20 sm olan listə əlavə edərək hər tərəfə yaxşıca yayırıq. Öncədən 180 dərəcədə isidilmiş sobada 15 dəqiqə bişiririk. Çox bişirməyin ki, biskvitiniz qurumasın. İndi isə yağlı kremi hazırlayırıq. Bunun üçün otaq temperaturunda olan yağı ağarana qədər çalırıq. Daha sonra üzərinə 2 qaşıq bişmiş və 2 qaşıq bişməmiş moloko əlavə edərək yaxşıca çalırıq. Daha sonra 2 qaşıq jelatin üzərinə yarım stəkan soyuq su əlavə edərək bərkiməsini gözləyirik. Bu arada isə şərbət hazırlayırıq. Şərbət üçün 1 stəkan yarım pesoqun üzərinə yarım stəkan su əlavə edərək orta ateşdə 5 dəqiqə qaynadırıq. Artıq şərbətimiz hazırdır. Sufle üçün 6 ədəd yumurta ağın üzərinə çay qaşığının ucunda limon duzu və 1 paket vanilin əlavə edərək ağarana qədər çalırıq. Daha sonra siropu az-az əlavə edirik ki, yumurtalarımız bişməsin. Jelatinimiz də artıq bərkiyibdir. Bir qabda isidərək az-az sufleyə əlavə edirik. Çalışın ki, jelatini qaynatmayasınız. O öz təsirini itirəcək və sufleniz alınmayacaqdır. Jelatin əlavə etdikdən sonra sufleni soyuyana qədər çalın. Yoxsa yağlı krem içində əriyə bilər. Yağlı kremi 2 dəfəyə əlavə edərək yaxşıca çalırıq. Daha sonra öncədən hazırladığımız qaba sufleni əlavə edirik. Çalışın ki, bu mərhələdə cad olasınız. Yoxsa sufleniz qabda bərkiyə bilər. Sufleni qaba əlavə etdikdən sonra ən az 2 saat soyuducuda gözlədirik ki, suflemiz bərkisin. Suflemiz artıq bərkiyib. İlıq qanaj üstünə əlavə etdikdən sonra qanaj quruyana qədər xaldenikdə gözlədirik. Və artıq tortumuz hazırdır. Servis eləyə bilərik. İzlədiyiniz üçün təşəkkürlər. Kanalıma abunə olmayı unutmayın.